قل هل يستوي الذين يعلمون والذين لا يعلمون. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin əmmə bə'd. Biz sizlə əqidə dərslərinə davam edirik. 200 sual, 200 cavab əqidədə. Və keçən dərslərdən götürmüşdük ki, yəni Allahın ucalıq sifəti əhl-i sünnə vəl cəmaənin, sələf-i salihin, sahabələrin, tabinlərin və ətbaat tabinin icma etdiyi bir mövzudur. Ki Allah Azze və Cəllə ərşin üzərindədir və məxluqatından aralıdadır. Yəni, buncaki bu barədə İmam Əhmədin nassı var, İmam Əhmədin sözü var ki, yəni Allah ərşin üzərindədir və bəinun an xəlqihi, məxluqatından aralıdır. Və bilirsiniz, bu barədə çoxlu dəlillər var. Yəni, nəyə görə mən icmanı birinci dedim? Yəni, icma heç bir alim qədimdə, heç bir alim işgal eləməyib bu məsələni. Sonradan firqələr çıxıb ortaya və inkar etməyə başlayıblar. Cəhmilər kimi, mu'təzillər kimi, əşarilər kimi, mətrudilər kimi və s. və onlardan təsirlənənlər kimi, misal üçün rafizilər kimi və digərləri. Yəni, onlar Allahın ərşin üzərində olmağını inkar ediblər. Bilirsiniz, Allahın uluv sifəti, ucalıq sifəti 3 qismdir. Uluv zət, uluv qahr, uluv qadr. Uluv zət odur ki, Allah öz zatı ilə, yəni Allahın zatı özü ərşin üzərindədir. Yəni, yerdən sonra nə gəl? Göy, göydən sonra Allahın kürsüsü, 7 qat göydən sonra kürsü, kürsüdən sonra su, sudan sonra ərş. Ərşin üzərində Allah Azze və Cəllə. Yəni, göyə tərəfdə, düzdürmü? Allah Azze və Cəllə ərşin üzərindədir. Bu, Allahın zatının olduğu yerdir. Yəni, Allahın zatı ərşin üzərindədir. Sual verilsə ki, ərş olmamışdan qabaq haradaydı? Deyirik ki, ucalıqda, elə oradaydı. Yəni, ərş yox idi, amma Allah Azze və Cəllə ərşin üzərindəydi. Və bu elə bir şeydir ki, Peyğəmbər sallallahu aleyhi ve selləm bunu sahabələrə öyrədirdi. Və öyrətdiyini də hətta kənizdən belə soruşub. Birisi sahabələrdən biri öz kənizini vurmuşdu. Sonra yazığı gəlir Allah Rasulunu sallallahu aleyhi ve selləmə deyir, gətir onu bura. Sual soruşur kənizdən, cariyədən, qulluqçu qızdan. Deyir ki, əyn Allah, Allah haradadır? Nə deyir o? Fissəmə. Allah göydədir, deyir. Ucalıqdadır. Yəni, ərşin üzərində. Deyir ki, a'tiqhə fə innə. Deyir ki, mən kiməm? Deyir, sən Allahın rəsulusan. Deyir ki, a'tiqhə fə innəhə mu'minə. Deyir, onu azad et, o həqiqətən mömindir. Deməli, Allahın harada olmasını soruşmaq belə nədir? Problem yoxdur. Sünnədə gəlib bu barədə. Allah Azze və Cəllə ərşin üzərindədir. Bu, insanların fitrətidir. Quran-ı Kərimdə nə qədər kəsratul məvarid deyilər. Çoxlu dəlillərlə varid olub ki, Allah Azze və Cəllə ərşin üzərində. Misal üçün, əmintum mən fissəmə, göydə olana iman etdinizmi? Və həmçinin Allah təala deyir ki, və huvəl aliy əl-azim. Allah aliydir, yəni ucalıqda olandır və böyükdür. Bu mütləq uluvdur. Allah özünü vəsf edib. Həmçinin Allah təala deyir ki, ta'rucul mələikətu və ruhu ileyhi fi yevmin kâne miqdaruhu 50.000 sənə. Deyir ki, mələklər və ruh, yəni 50.000 sənə, 50.000 il miqdarı olan bir gündə onun huzuruna qalxarlar, göyə qalxar. Ta'rucul mələikə, mələklər qalxar. Deməli, Allah Azze və Cəllə haradadır? Göydə, ona tərəf qalxar. İleyhi yəs'adul kə, bunlar hamısı Quran ayələrdir. İleyhi yəs'adul kəlimut tayyib. Gözəl söz ona tərəf qalxar. Vəl amelus salihu yarfa'u. Yəni, kimsə gözəl söz desə, Allah, mələklər o sözü hara qaldırır? Göyə qaldırır. Vəl amelus salihu yarfa'u. Salih əməllər ona tərəf qaldırılır. Biz hədislər, bunu təsdiq edən hədislər var. Allahın mələkləri var. Allaha əməlləri qaldıran, ərz edən. Həm birinci gün, 4-cü gün qaldırırlar, həm də sübhdən, əsrdən sonra qaldırırlar mələkləri Allaha. Deyir, qullarımı necə tapdınız? Deyir, onları namaz qılan
gördük. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən salləl bərdeyn daxaləl cənnə. Kim iki namazı qılarsa cənnətə girər. Yəni kim iki namaza diqqət edərsə. Hansılardırlar? Sübhlə asr. Sübhlə asr. Yaxşı, əsr namazda niyə bərdeyn deyilir? Sərin namazı qılarsa deyir. Sübhü bildik sərin. Bəs əsr? Əsr vaxtı sərinlik gəlir. Əhsən şeyx. Əsr vaxtı. Aydındır. Bu Allahın o qədər çox dəlillər var ki, və həmçinin Allah təala deyir ki, tənzilun minər-Rahmanir-Rahim. Allahdan olan bir nazil olmuş bir kitabdır. Yəni ondan nazil olub. Və həmçinin Allah Azze və Cəllə Qədr gecəsində mələkləri nazil nə deyir? İnnə ənzəlnəhu fi leylətil qadr. Biz Qur'anı Qədr gecəsi nazil etdik. Nuzul nədir? Minəl ə'lə iləl əsfəl. Göydən yerə nazil olandır. Deyir, həmin vaxt mələklər yerə nazil olar. Subhanallah. Və sən hər şey, hər yer üzərində əmin-aman görərsən. Deməli, nuzul Allahdan nazil olub. Fikirsən, bax, mütləq uluvdadır. Ondan, ona tərəf qalxanlar, ondan enənlər. Yəni, bunlar hamısı göstərir ki, Allah Azze və Cəllə göydədir. Fikir, bu qədər Qur'an ayələri batil ola bilərmi? Subhanallah lazım. Görün, nə qədər, yəni, təsəvvür et, bunu inkar edən insanlar deyirlər ki, əsas ağıldır. Və bu əsas ağılı götürürlər. Və deyir ki, deməli, o nə deməkdir? Qur'an gələndə sanki insanların ağlına müxalif bir Qur'an gəldi. Deyirlər ki, insanlar, siz ağlınıza nə varsa, hamısına müxalif bir Qur'an gəlir. Çalışın o Qur'anı olduğu kimi yox, ağlınıza müvafiq şəkildə götürün. Hansı ki, o ağıl ki, onların ağlı da fitrətdən çıxan bir ağıldır. Onların dediyini heç sahabə, tabiin heç kim deməyib, subhanallah. Əgər batil olsaydı, mütləq Allah Rasulü sallallahu aleyhi ve sellem bizə açıqlayar. İndi ikinci növ uluv, Allahın ucalığı nədir? Uluv, qahr. Qahr. Nə deməkdir qahr? Qahr ucalığı nə deməkdir? Allahın qullar üzərindəki hakimiyyəti. Allah hakimiyyəti ilə, hökmüranlığı ilə hamıdan üstündür. Yəni, bunu bidət əhli qəbul edir. Allah qədri ilə, mə qədərullah haqqa qədrihi. Allahı haqqı ilə qədir qiymətini vermədilər, yəni o mənada. Dəyərləndirmədilər. Qədri ilə Allah hər şeydən ucadır. Bu qədrlə qahrı bütün müsəlmanlar qəbul edir. Amma uluv zəti yalnız əhl-i-sünnə və cəmaət sələflər qəbul edir. Bax, uluv qahr çox diqqət olması mövzudur ki, Allah Azze və Cəllə buyurur ki, bu Quran ayəsidir. Bilirsiniz, Quran-ı Kərim elə bir kitabdır ki, yəni o kitabı kimsə diqqətlə, dəqiq şəkildə, elmli şəkildə araşdırarsa, mütləq şəkildə ona agah olar ki, bu Allahın kəlamıdır. Bu elə bir kitabdır ki, elə bir ibarələrlə gəlib ki, yəni bu ibarələr heç vaxt bəşər edə bilməz. Heç vaxt bəşər bu ibarə ilə danışa bilməz. Mümkün deyil. Allah Teala Quranda buyurur ki, وَاِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُوا بِسُورَ. Deyir ki, əgər siz bizim nazil etdiyimiz Qurana şübhə edirsinizsə, bir sura gətirin. Başqa ayda Allah Teala deyir ki, bütün insanlar və cinlər hamısı bir-birinə yardım etsələr, bir sura gətirə bilməzlər. Fikir ver, bu ayədə ümumən Quranda var in hərfi də, in. Bir də var izə hərfi. Diqqət elə Qurana baxacaqsan, izə hərfi çoxu vaxtı mütləq baş verəcək. Əğləbiyyə ilə çoxu vaxtı baş verməyə mümkün olan şeylərə Allah Teala izə harf ucarıb, izə şartiyyəsini qoyub. Amma mümkün olmayan şeylərə çoxu vaxt nə qoyub? İn qoyub. Və in kuntum fi raybin mimma nazzalna ala abdina fa'tu bi sura. Deyir ki, əgər siz mənim nazil etdiyimə şübhə edirsinizsə, bir sura gətirin. Yəni, gətirə bilməzsiniz heç vaxt. Fikirlərsəm, heç vaxt gətirəməz. Fəilləm təfəalu. Edə bilməzsiniz, edə də bilməyəcəksiniz. Və lən təfəalu. Bir Allah Teala in hərfini qoyub burada. Yəni, mümkün deyil sizin etməyiniz bu şeyi.
fəttəqun nar. Onda Allahın odundan qorxun deyib Allah Taala. Və ona görə bu kitaba diqqət etmək lazım. Bu kitabın hər bir ayəsi bizim üçün bir hidayətdir, bir yoldur. Yəni bu çoxlu, yəni dəlillər var. O dəlil çoxlu ayətlər var. Bəlaği mənası var ayətlərin. Baxırsan ki, heç vaxt insanlar belə şey istifadə edə bilməzlər. Heç vaxt. Misal üçün Allah Taala Quranda buyurur ki: "İnnel kafirin kanu lakum aduvun mubina." Kafirlər sizin açıq-aşkar düşməninizdir. Bax, əslində bu cümlədə necə olmalıdır? İnnel kafirin kan lakum a'da'an. Cəmdə gəlməkdir, aduvan. Niyə görə təkdə gəldi? Yəni deyir ki, kafirlər sizin bir düşməninizdir. Allah Taala belə deyir. Necə olmalıdır? Kafirlər sizin düşmənlərinizdir, elə deyilmi? Belə olmalıdır. Amma Allah Taala bir düşmən. Demək istəyir ki, bütün kafirlər sizlə düşmənçilik eləyəcəklər və onlar sizinlə düşmənçilik eləməkdə bir adam kimidirlər. Subhanallah. Yəni biləsən ey müsəlman. Təsəvvür et. İndi Allah Taala buyurur ki: "Və huvel qahiru fawqa ibadi." Fikir ver. Qahiri isbat edənlər, yəni uluv qahrı isbat edənlərə rəddiyət. Və huvel qahir. Allah Taala qullara nəzarət edəndir, hökmran olandır. Sonra fawqa ibadi. Qulların üzərində. Allahu akbar. Yəni eyni şeyi Allah Taala deyərmi? Yəni o qahirdir, qahir alə ibadihi. Hə? Mənasız bir kəlamdır. Huvel qahiru fawqa ibadi. O deyir qahirdir, hökmrandır, qulların üzərində. Həmin üçün Allah Taala buyurur ki, deməli qahir nədir? Allah Taala bir ki sənin hər halından xəbərdardır və sənin hər halıva hökm edən Allahdır. Bəzən insan görsən dünyaya görə xəsislik edir. Bəzən insan dünyaya görə nəsə günahlar edir. Bil ki qahir Allahdır. Ruzivi də qahr edən Allahdır. Ruzivə də hökm edən Allahdır. Ona görə Allaha, ruziyə görə asi olmağa dəyməz. Və huvel qahir fawqa ibadi. Fawqa ibadi deyəndə yəni sənin üstündən nəzarətçidir. Gözləyir. Həm uluvdadır, həm də nəzarətçidir. Nəzarət edir sənə. Ona görə diqqət et ey müsəlman. Yəni Allahın haramlarına düşmə. Və həmçinin Allah Taala buyurur ki: "Subhanahu huvallahu'l vahidul qahhar." Bir var qahir, bir var qahhar. Qahhar hökmranlığı daha artıq olan, daha çox olan. Yəni elə bir şey yoxdur ki, onun üzərində Allahın hökmranlığı olmasın. Ona görə çətinə düşdün və ya kimdənsə ehtiyat edirsən, nədənsə qorxusan, qahharı çağır. Deyən, ya qahhar, sən mənə yardım et. Ona da qahhar olan sənsən, mənə də qahhar olan sənsən. Fikir versən, Allahın isim və sifətlərini biləndə insan həqiqətən, insanın qəlbi rahat olur. İnsan rahat olur, heç vaxt kədər çəkmirsən. Nədən qorxacaqsan, nədən çəkinəcəksən? Hər şeyə qahhar olan Allahdır. Və həmçinin Allah Taala deyir ki, "Limenil mulkul yevm." Deyir, o gün mülk yalnız kimə aid olacaq? Lillahil vahidul qahhar. Lillahil vahidil qahhar. Ki, vahid tək olan, yəni heç bir şəriki olmayan, qahhar olan, yəni hər şeyə hakim olan, hər bir şeyə hakim olan Allah Azze və Cəllə. "Qul innəmə ənə munzirun və mə min ilahin illallahul vahidul qahhar." De ki, mən yalnız sizi xəbərdar edənəm. De ki, ey Muhammed, mən sizi yalnız xəbərdar edirəm. Və mə min ilahin illallah. Allahdan başqa ibadətə layiq məbud yoxdur, ilah yoxdur. Haqq ilah yalnız Allahdır. Əl-vahidul qahhar. Deyir, Allah əl-vahiddir. Onun heç bir şey şəriki yoxdur. Əl-qahhardır, hər şeyə hökm edən. Və mə min dəbbətin illə huvə əxidun binasiyyəti. Deyir, elə bir şey yoxdur ki, elə bir canlı yoxdur ki, Allah onun kekilindən tutmasın. Yəni, onun idarəçiliyi Allahın əlində olmasın. Diqqət, subhanallah. Elə bir şey yoxdur. Onun idarəçiliyi Allahın əlində olmasın. Subhanallah eləzim. Və həmçə Allah Taala buyurur, "Ya mə'şərəl cinni vəl ins." Ey insanlar və cinlər toplumu. "İn istata'tum an tanfuzu min aqtaris semawat vel ard fanfuzu." Deyir ki, ey insanlar və cinlər toplumu, ey cinlər və insanlar toplumu. Burada həmçinin "Ya mə'şərəl cin vəl ins." Nəyə görə birinci cini gətirib? Kim deyər? Bəlağı fayda var. Əhsən şeyx. Birinci əvvəl cin olur. Bu, əl-xalq, yəni min cihətil qidəm. Ən birinci olay yaranıb deyə Allah Taala onların birinci adını gətirir. Görsən, subhanallah, Quranın dəqiqliyinə. Görsən, Allahu akbar. Allah bəzən bir şey çoxdur, deyirsən, birinci gətirir. Bir şey qədimdir, birinci gətirir. Öyle mi?
həmçinin Allah Teala mələklərdən daha çox rasullar var deyə deyir ki, yastafi minəl mələikət rusulən o minən nəs. Deyir, Allah mələklərdən rasullar götürür və insanlardan. Mələklərdən rasul daha çoxdur deyə Allah Teala birinci mələkləri, yəni birinci gətirib. Və həmçinin mələklər birinci olduğu üçün həmçinin ona görə gətirib. Deyir ki, ey insanlar və cinlər toplumu, siz deyir, göylərin və yerin sərhədlərini keçməyə çalışın. Deyir, lə tənfuzuna illə bi sultan. Deyir, siz yalnız qüdrətlə ötüb keçəcəksiniz. Yəni, bu nə deməkdir? Sən hara gedə biləcəksən? Yəni, çoxu vaxt görürsən ki, insanlar aya gedəcəm, kosmosdan belədir, Marsdan belə gəldi, oradan elə getdi. Sən hara getmirsən? Ha? Sən Bakıdan oyuna keçməmirsən? Deyirsən ki, kosmos belə gəldi, o elə getdi. Uzaq başı Türkiyəyə gedib gəlib kosmosdan danışır. Güya ki, indi bu dəhşət. Lə tənfuzun elə bir harada getsən Allahın nəzarəti altındasan. Alimlər bu ayəni qahır sifətinə gətirirlər dəli. Yəni, Allah Azə və Cəllə İbn Kəsir Rahimullah bu ayəni nəyə gətirib? Bu ayənin təfsirində gətirir və deyir ki, yəqulul insanu yevmə izin əynəl məfar. O gün insan deyəcək ki, hara qaçaq? Qiyamət günü deyəcək, hara qaçaq, hara gedək? Qaçası yer haradır, gedəsi yer haradır? Kəllə lə vəzər. Deyək ki, heç qaçası yer yoxdur. Elə Rabbikə yevmə izinil müstəqar. O gün yalnız Rəbbinin yanıdır gedəsi yer. Başqa Rəbbinin hüzurudur. Başqa yer yoxdur. Hara qaçacaqsan? Marsa qaçacaqsan? Aya qaçacaqsan? Qaç görüm. Lə tənfuzuna illə bi sultan. Hara qaçacaqsan sən? Allahın nəzarətindən hara çıxacaqsan? Subhanallah lazım. Ona görə insan harada geçsə, bilsin ki, Allahın nəzarəti altındadır, Allah da nəzarət edir onu. Və həmçinin Allah Teala buyurur ki, "Əuzu bikə min şerri kulli dabbatin ente axizun bi nasiyeti." Bu üzr istəyirəm sünnədən gəlir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisidir. Deyir ki, "Əuzu bikə min şerri kulli dabbatin ente axizun bi nasiyeti." Bu çox gözəl duadır. İnsan bütün şərlərdən qorumaq üçün bu duanı istifadə etsin. Və bu duanı İmam Müslim səhihində rivayet edib. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm sahabelərə öyrətdiyi duadır. Yəni özünün etdiyi duadır. Deyir ki, "Əuzu bik." Ey Rəbbim, sənə sığınıram. Nədən? Min şerri kulli şeyin. Min şerri kulli dabbatin. Hər canlının, o canlı ki, sən onu idarəçisən. O canlı ki, sən onu idarə edirsən. Sən onun kekilindən tutmusan. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm dua edərdi. Deyər ki, "Allahumma inni abduka və ibn abdika və ibn amatika nasiyati bi yadik, madin fiyya hukmuk, adlun fiyya qada'uk." Hədis deyir ki, yəni Allahum inni abduk. Allahım mən sənin qulunam. Və ibn abdik. Sənin qulunun oğluyam. Və ibn amatik, yəni qul qadınının oğluyam. Yəni sənin anam da, atam da sənin qulundur. Nasiyati bi yadik. Mənim idarəçiliyim sənin əlindədir. Adlun fiyya qada'uk, madin fiyya hukmuk. Deyir ki, sənin mənim haqqımda etdiyin hökm artıq keçib. Adlun fiyya qada'uk. Nə mənə qada etmisənsə, nə başıma gəlibsə, sənin ədalətindən. Yəni, başıma nə pis hadisə gəlib, sənin ədalətindən. Nə ki, xeyirlər mənə gəlib, sənin fəzilətindən. Əl-hədis. Yəni, burada şəhid hissəsi aradır, mənim idarəçiliyim sənin əlindədir. Burada nə fayda var? İnsan hansı dərəcəyə çatsa da, insan hansı həddə çatsa da, insan nə elmə sahib olsa da, nə qüdrətə malik olsa da, nə qədər pulu olsa da, nə qədər övladları olsa da, nə qədər nəysə olsa da, bilsin ki, nasiyyəti biyədik. Mənim idarəçiliyim sənin əlindədir. Nə eləyə bilərəm mən? Nə eləyə bilərəm? Heç bir şey. Allahın əmri olmasa, Allahın yardımı olmasa, mən nə eləyə bilərəm? İyyəkə nə'budu və iyyəkə nəstəin. Biz yalnız sənə ibadət, yalnız səndən yardım. Yəni, yardım səndən başqa heç kimdən yox ola bilməz. Və mə bikum min ni'mətin fəminəllah. Sizdə olan hər bir neymət Allahdandır. Və mə asabəkə min musibətin fəmin nəfsik. Və mə asabəkə min həsənətin fəminəllah. Sənə baş verən bütün xeyirlər Allahdan. Və mə asabəkə min musibətin fəmin nəfsik. Sənə baş verən pisliklər hamısı öz nəfsivə görədir. Ona görə alimlər baxın, təvhidin zəifliyindən Şeyxülislam İbn Teymiyyə məxluqata əziyyət verməyin, məxluqatın əziyyətlərinə səbr etməyin qaydaları risaləsində deyir ki, insanların təvhidinin zəifliyindəndir.
kimdənsə ona əziyyət deyəndə onu qınayır, deyir, özünü qınamır, deyir. Subhanallah. O sən nəsə deyirsə, deyir, onu qınamağın, deyir, sənin Allah haqqında olan elminin azlığındandır, deyir. Deyir, Vallahu xalaqakum və mə tə'məlun. Sizi və əməllərinizi yaradan kimdir? Allah. Əgər Allah yaradırsa, bil ki, ondan sənə gələn Allahdandır. Birinci onu düşün. Nəyə görə sənin başına bu gəldi? Nəyə görə bu baş verdi? Vallahu xalaqakum və mə tə'məlun. Ona görə deyir, əgər sən ondan qabaq özünü qınasan, deyir, bu məsələ rahat olacaq. Sən əziyyətə səbr edə biləcəksən. Yoxsa deyir, yox. Yəni, düzgün mövqe tuta biləcəksən. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve selləm deyir ki, İnnəkə taqdi və lə yuqda aleyk. Sən qada edənsən və sənə qada olunmur. Yəni, sən hökm edənsən, sənə hökm oxunmur. İnnəhu lə yazilü mən valeyt. Deyir ki, sənin dostluq etdiyin heç vaxt zəlil ola bilməz. Və lə yəizzu mən ədeyt. Sənin düşmənçilik etdiyin heç vaxt izzət tapa bilməz. Deməli, hər şey kimin əlindədir? Allah Azze və Cəllənin əlində. Bu qədər kifayətdir. Allah bir daha doğrusunu. Subhanəkəllahum həmdik. Əşhədu ən la iləhə ilə ənt. Əstəğfiruka və tuğbilək. Cəzakumullah xeyr.